süpürgeyle değil. Buram bir temizlemek. Otur. Var mı yer değilim. Söhbət öldü. Prosta lazım. Aa, prosto o görkəm sürmüşüm. Səndən də valla. Neyse. Burası düşdü. Neçə bu? Bunu mən özüm də eləyə bilirəm. Mən elə bildim ki, bu buradan qopdu. Az eləyərik. Yəni bunun əmanətə qoydum sumkasına ki, 10 dəqiqə saxladım sumkanda. Valla senin kulakların beni ilgilendirmiyor. Yaxşı, yaxşı. Nerə oldu indi? Hə. Yox, elə bluetoothla yox. O ilə deyil, özünün bluetoothuyla. Bunu ver. Amma zərətkası var içində. Onu çıxart çünki zərətkası yoxsa yanmayacaq. Sıfır göndərməzdə. Yoxsa burada qoşaqda. Qoşuldu bu arada. Buradan video çəkin. Salam, hər vaxtınız xeyir. Ümid edirəm səs işləyirdir. 1-2 deneme, 1-2. Gel. Ümid edirəm səs işləyirdir. İşləyir. Değil yani o. Hoşuma gəlmir. Bunu demek istemedim. Kulağım kızar. Zaten. Kızar, taqa bilmədim bir an. Belki bu kulağımda da sıktım. Ben kulağımın lezzetli olduğunu bilmedim. Baktım. Niye makyaj bu kadar? Ben konsilerin üstüne gözümün karası kapansın diye çok vurur ha. Ben ona göre Pul qaldı. Mahər. Çok saklıyorsun da. Bunu saxlayıram. O ne? Bu mənim. Bunlar qalsın, bunlar qalsın. Bunu yiyəcəm. Bunlar ikisi şurada kalsın. Gitti acele. Bura tərcümə korpusudur. Burada bizim çox dərslərimiz olmayıb. Birinci kursda bir dərsimiz buradaydı. Bura çox qəşəngdir. Belə Dreamers filmindən bir səhnəyə oxşur. Mən baxmısınız Dreamersa. Çox qəşəngdir. Çox qəşəng deyil də, prosta da belə maraqlıdır. Yadınıza gəlirsə birinci videomda burada çəkmişdik. Bax bura deyil, 3-cü mərtəbəydi. Amma elə belə idi onun arxası. Deməli nə edirik? Axırıncı imtahanı da qurtardıq. Allah'a şükür. Allah'a şükür. Ayın 13'üdür bugün. 13 fevral. 13 fevral. Qurtardıq. Axırıncı imtahanda verdik, qurtardıq. Yola verdim onu da. Yəni hiç qəşəng yazmadım. Çox zor yazmadım. Ona üzüldüm açıkçası. Çox qəşəng yazmadığıma. Yəni bir belə ortalama yazdım. Çox qaranlıqdır. Sabah birisi gün magistratura imtahanıdır. Bir dənə o qalıb. Onu da verib qutarıb.
İmtahanım var sözündən yəni nifrət edirəm mən. İmtahanım olsun istəmirəm. İmtahanımın olmadığı bir dönəmə keçmək istəyirəm. 3 gün sonra yəni. Ümid edirəm ikinci magistrın ikinci cəhdinə qalmaram. Ümid eləyirəm, Allahım ümid edirəm sadəcə olaraq və dua edirəm bunun üçün. Birincini yaxşı yazdım ki, yəni yaxşı, maks nə qədər yaxşı ola bilər ki, o qədər yaxşı da yəni onu eləyim və vəsə, yəni müəyyən olsa hamıya ehtiyac olan bal var da ki, bu deyir 70, bu deyir 80. Mənə də bir bal lazımdır. Müəyyən qədər. Yəni imtahandan qurtulmaq istəyirəm. Kitablarımı satmaq istəyirəm. Magistr kitablarımı satmaq istəyirəm xüsusilə də. Çox yorucudur. Dünən saat axşam 10-da gəlib çatmışam evə. 9-un yarısı müəllim bizi dərsdən buraxıb. Saat 3-də dərsə oturan, 9-un yarısı dərsdən çıxmışıq. Gəldim və mən bildim və mən axşam yolda yadıma düşdü ki, mənim səhər gün 21%. Necə örnək tələbəyəm, dostlar, necə örnək tələbəyəm. Mənim dünən axşam, yəni evə gələndə yadıma düşdü ki, ayda sabah mən imtahandayım da 25%-dəyəm. Bitsin artıq, nə olar bitsin artıq. Yəni 3 gün keçsin və olsun, bitsin artıq hər şey. Yəni çox belə limitdə yığıram balları, çox limitdə qalıram. Bir dənə problem oradadır. Yəni mən demirəm ki, vəsə mən lazım olandan da 10 bal yuxarı yığıram, 5 bal yuxarı yığıram. Çox aşağıda yığmıram mənə lazım olandan. Amma laf orada dayanıram da, ondan o yanasını keçə bilmirəm. Problem buradadır. Yəni Allah eləməsin, Allah eləməsin, çox pis yazsam, çox belə 40 balla falan gəlsəm, ikinciyə təzədən gedəcəm. İkinci imtahana hazırlaşacağam, təzədən gedəcəm. Həftənin 5-ci günüdür. Saat 10 heç olmayıb. Saat hələ saat 10 olmayıb da. Yəni hələ qarğalar yemək yeməyib və mən o imtahanı verib çıxmışam. Oxuyan oldum belə də. Oxuyan uşaq oldum belə də. Əla. Neynəyək? Evə gedib dərs oxumaq. Buraya günəşinə qəşəng gedib. Çox qəşəng. Evet. Bu kadar samimiyet yeter bence sizinle. Hiç ne de makyaj yapmaya da hiç halim yoktu. Sabah saçımı düzeltmeye de hiç halim yok idi. Sabah topladım geldim. Şöyle okuyan kız da yani ki okuyup səhərəcən dərs oxuyub. Səhər 6'da durmuşam bu arada. Mənim oversharing səviyyəm şaka mı? Durum ulan, mən bu həyəti sevirəm də. Və bunun bu həyətini sevirəm də. Az yeri.